Hüseyn canlıda imkanlı şəxslərdən ev istəyərək onu qınayanlara əsəbləşdi. Mən xahiş edirəm, məni evlə sevindirəsiz. İmkanı olan o qədər bina tikən insanlar var ki, nə olar ki 50 kvadratlıq bir evlə məni sevindirəsiz, nə olar ki savabdır. Mənim kimi yetimlərə əl tutunda, ana yox, ata yox, bacı yox, qardaş yox, heç birindən yarımadım. Özüm cəhənnəm, uşaq üçün, balam üçün. Uşaq da yazıqdır axı. Ömrümün axırınacan duacı olaram o insanlardan. Dövlət vermir də, hələ sərəncam gözləyir. Nə sərəncam gözləyir, Allah bilir. Hər ildə bir dənə sənəd istəyir. Əkbərə ev verildi, satıldı, yeyildi, kimlərin arasında. Mənə də gətirdi hallaginin biri dedi ev verirəm. Bu piyaniskanın evi var idi ki, yalandan çıxartdı zora. Camaat elə bilir mənə ev verilib. Siz 2 saat efiri görə bilirsiniz, qıraqları görə bilmirsiniz. 3 ildir ev deyə ayaq döydüm ora. Ha deyirəm danışmayayım, bildiklərimi danışsam tüpürəcək camaat onların üzünə. Orada aktyorluq, aktrisa alıb keçirlər. Siz bilirsiniz insanların hissləri ilə necə oynamaq lazımdır. Yalandan şou göstərirlər orada. Yetimə həqiqətən gəl deyən çox olur. Biri təhsil verdi, aparıb adıma pul yazdırdılar. Biri də araşdırılmamış piyaniskanın biri dedi Hüseyni ev verirəm. Kim ki məni qəlbdən sevindirib, aldadıb, kim ki mənim hisslərimlə oynayıb, heç haqqımı halal eləmirəm. Bugünkü gündə qınayırsınız məni. Deyən olmadı ki, ay yetim, ay bədbəxt, heç kimin yoxdur axı, tək mübarizə aparırsan, tək ordunun qabağına çıxmısan. Nə oldu bu təhsilindən, nə oldu bu evindən, nə xəbər çıxdı? Çıxdılar, dedilər Hüseynin toyunu biz eləmişik. Yalandan niyə aldadırsınız cəmaatı? Mənim toyumu özüm eləmişəm, yoxsa siz eləmisiniz? Reyting xətrinə yığırsınız cəmaatı, bəs bunlara da günahlayın da. Gözünüz onsuz doyan deyil sizin. Mənə də bir günahlayardınız da. Yalandan məni qınamayın. Bir insanı tanıyın içdən. Hanı qara qutu, nə çıxdı içindən? Ümid verirlər, aldadırlar, sonra da vətəndaş pisli burnundan gəlsin. Mənim burnumdan yox, onların burnundan gəlsin. Ortada oynadırlar cəmaatı reytingləri olsun. Amma cəmaatın taleyindən xəbəri olan yoxdur. Yalandan reyting xətrinə özünüzü şirin göstərməyin. Və daha nələr dedik, buyurun videonu izləyək. Kanala abunə olmağı, videonu bəyənməyi unutmayın. Belə şey çıxdığı, vallahi nə bilim, yox. Hə, mən xahiş edirəm buradan. Hər yerə əl atmışam, məni yox. Mənim evimlə bir sevindiniz. İmkan olan o qədər binalar tikən insanlar var ki, nə olar ki, 50 kvadratlıqda yer mənə verin, nə olar ki? Savabdır. Allah ruzunuza 1000 qat əvəz verər ki. Mənim kimi yetimlərə bir əl tutun da. Ana yox, ata yox, bacı yox, qardaş yox, heç birinə yaramadım da. Uşaq üçün en azından, balamız üçün. Uşaq üçün, özüm cəhənnəm. Küçələrdə yadım, onsuz ayım çıxıb mənim. Uşaq da yazıldı axı. Nə olar ki, imkanlı olan insanlardan anaların əllərini öpürəm. Ömür böyüdü, ömrümün axırıncı duacı olaram onlara. Nə olar ki, bir dənə 50 kvadratlıq vermir də, dövlət elə sərəncam gözləyir. Nə sərəncam gözləyir, Allah bilir. Sərəncam da verildi, o birlərə verildi, buralara verildi, o birlərə verildi. Hər ildə bir dənə sənət istəyir. Hər il. Yo, İran peçi yoxdur, radiator var. O da radiator bayaq taxdıq, keçdi. Əkbərin evi sənə verilməlidir, Ayşən. Əkbərə ev verildi, satıldı, yeyildi kimlərin arasında, kimlərin arasında. Hə, mənə də gətirdi bir də Hallagin Dalboyevun birini dedi, gələ bu sənə ev verir. Hə, bu piyaniskanın evi var idi, yəni yalına çıxdı. İndi cəmaat elə bir ki, mənə ev verilib. Baxışlara bax. Yəni deyildi ki, sənə ev veriləcək, sakit dur. Satırsan, 5-10 min götürsən özü, dilivi qoyursan dinməz yeri və davayı qalanını versən bizə. Siz 2 saat efiri görə bilirsiniz, qıraqları görə bilmirsiniz axı. Ayzim, onu istəməm. Bir ay keçmədə ev satıldı. Oraya getmək işte. 3 ildir ayaq döyürəm ora. 3 il döydüm. Ev. Sənə qurban olum, ay Allah. Sənə qurban olum, ay Allah. Allah şeytanı rəhmət eləsin, ay Allah. Səbir ver mənə, danışmayayım. Danışdıq, bildiklərimi danışdım, tüpürəcək cəmaat olan üzünə. Verdi. Ay, ancaq. Müjə qanır, deyir ki, məni yerit. Neyniyim? Ağlayır axı. Yetimə həqiqətən gəl deyən çox olur. Biri təhsil verdi, aparda pul yazırlar adıma. Biri ev verdi, piyanistka çıxdı, evə eşik yox idi. Camaat Bakıda yaşayıb bacısının evini mənə verir, bədbəxt olur bədbəxt. Bazar yaşayacaq. Araşdırmamış, eləməmiş. Təhsil belə. Qurban Allah, heç haqqımı halal eləmirəm. Həmişə deməmişəm, qurban Allah, mən həmişə Allahla, ay Allah demişəm, ay Allah, sənə qurban, kim ki məni qəlbdən sevindirib alladı bax. Heç sən haqqımı halal eləmirəm, sən özün ölçü götürür. Nigar,
onkoloji xəstəlikdən əziyyət çəkir. Qalıb xəstəxanalarda. Allah kömək olsun ha. Amma mən heç haqqımı hava eləmirəm. Yetimin də Allaha var imiş. O ev məsələsində mən başım kim elədi. Balalarına mənim çəkdiyimi çəksin balaları. Mən da bunu deyirəm. Kim ki o oyunları fırlatdılar mən üçün. Öz əzizlərinə, öz başlarına gəl. Heç haqqımı hava eləmirəm. Heç haqqımı hava. Kim ki mən hisslərimlə oynayır ha, duyğularımla oynayır ha. Allaha bilsin, özü versin. Mən heç haqqımı hava eləmirəm. İki dünyada ya əlim ya hovuzda olacaq. Heç haqqımı hava eləmirəm. Mənim Allahdan başqa heç kimim yoxdur. Heç kimim yoxdur Allahdan başqa. Allah demədiyim Allah sənə tapşırıram. Heç haqqımı halal eləmirəm. Məni sevindirdilər, sonra məni kələlərimdə ağlatdılar ha məni. Heç de Allah üstə heç bir il keçdi üstündən. Onkoloji xəstə, indi ev o birisi məsələ necə olacaq, kim necə olduğunu bilmirəm. Allah bilsin. Allah, Allah, Allah. Yalanla tərəfləyir elə. Bugün şimdi qınıyırsa məni. Deyən olmadı ki, ay yetim, ay bədbəxt. Heç kimin yoxdur. Tək mübarizə aparırsan, tək ordunun qabağına çıxırsan. Nə oldu bu təhsilindən? Nə xəbər çıxdı bu təhsilindən? Bu evindən nə xəbər oldu? Yalanla dis eləyib. Heç toyumu özüm elə cəmaatın adına çıxardırsınız. Çıxdılar ilə Hüseynin toyunu biz eləmişik. Hamısını falan kəs eləyib. Yalandan niyə alladırsınız cəmaatı? Niyə məni pis gün təqdim edirsiniz cəmaata? Mənim toyumu özüm eləmişim, yoxsa kim siz eləmişsiniz? Özüm eləmişəm. İspendiyar müəllim 3000 manat pul vermişdi. Onunla başqa mənə bir köpəoğlu 1 manat verməyib ki, ötdü toy belə. İspendiyar müəllim sağ olsun, Zahar bəyin sayəsində 3000 manat verib. Amma mənim toyumu o deməkdir ki, onlar eləyib. Toya 166 adam gəlmişdi. 5556 man mən restoranına pul ödəmişəm, əzizlərim. Allahdan qorxun da heç olmasa. Orada dəyərli şəhid analarının da şey var. Reyting yığırsınız cəmaatda. Bunları da günahlayın da. Bu günahlayın da bunları. Gözünüz olsun doyan deyil sizi. 80 yaşınızda olsa sizin, Allah ömür verirsə bilmirəm. Heç inanmıram o ömrü verərsə. Get daxtırırsınız, elirsiniz, istəyir qadını. Hamarladırsınız, çıxırsınız cəmaatın qabağına, ki bomba maliyyə letkasınız. Eləyərdiniz də bir şeydə. Mən də bir günahlayardınız da. İndi çıxıb yalandan deyirsiniz ki, Hüseynə mən toy eləmişəm. Hüseynə mən ev vermişəm. Hüseynə hanı ev, hanı təsir, hansı toydan danışılır. 3000 manatla toy olur. Allah kömək olsun, onda İspendiyar müəllim, Şərurur MMTK. İspendiyar müəllim. Zən vurdu, heç kim ona deməmiş, zən vurdu ki, mən Hüseynə istəm 3000 manat kömək eləyim, ev toyunu eləsinlər. Yalandan yəni məni qınamayın. Bir insanı tanıyın işdən. Bizim niyə qınayın? Çünki vaxtında mən eləyəndə ağzına zəhər qoyanda deyirdim, konfet qoydular. Halaldır. Yoxdur sizdən, yox. Bugünkü də ona görə əzilirəm mən. Niyə bəsdir ki, Niko? Niyə yalandan mən üçün deyilə toy eləmişim Hüseynə? Niyə yalandan deyilə Hüseynə təhsil ver? Təhsil verdi 94.000 pulu yazdırdınız aldım ha? Bilməyim o pulu kim yedi, kimdir? Bir manat əgər mən görüm, pulun 94 hamısını görmüşəm. Amma ondan 1 manat mən yemişəmsə, heç mən səhərə salamat çıxmayayım. Nə istəyir baba? Nəyi eləyiblər? Eləyiblər də. Mənim minməkdən başqa mənə heç eləməyiblər. $94.000 manat mənim adıma pul yazdırdılar. Bizim nəzən verilişində Nigarın Fərhadın adına Amerikaya təhsilə göndərdilər məni. Heç mənim asistatım olmuyor ya. 9 illik şəhadətnaməm var idi. Qaça-qaça da məndən tez şey düzəltdirdilər, Zaqran pasportu. Zaqran pasportu elə mən üzünü keçən də açdım əsəbimdən, baxdım, görüm neçə vərəqdir bu. Bilmirəm, onu günü bizimlə səni tərifləyənlər ki, o sənə elədi, nankörlük elədin, ondan soruşsunlar. Mən onun nankörlüklərinə geçsin, soruşsun. Alkaşın birini yığdılar ki, qoşu əfrədinə ki, ev verirəm Hüseynə. Sonradan nə olar, əşki, boş şeydə, efir maraqlı olsun. Niyə adamı danışdırırsınız? Onlar araşdıra bilməzdi ki, bu ev, həqiqətən ev var ya yoxdur. Niyə cəmalın hisslərini oynuyorsunuz ki? Niyə milyonlar özünüzü mələk kimi göstərirsiniz ki? Realı bilməsiniz, bu da reallar. Niyə məni qınıyorsunuz ki? Niyə məni söydürürsünüz ki?
Zən vurdunuz efir, dediniz ki, zən vurdu, səs yazmalarımız qoy. Demişsiniz ki, oraya çıxan, bağışın hamınızın üzü üstəm, anam bacım olası, çox üzü üstəm. Oraya çıxan hamısı qəhbədə ev verir Mehriban Xanlarovaya. Ay Allah. Bəs sizin də Camal Taylan'ı oynadınız da. Reyting yığırsınız, heç. Camal'ın hislərini oynuyor, ne zibillə oynuyor. Camal'ı allada, milyonları allada. Araştırmamış, eləməmiş, Alkaşın piyaniskan birini, bizon qabı yığan adamın birini qoşduğumuz efirə ki, ağzı söz tutmur. Mən bu jest verirəm, o ev verirəm Hüseynə. Sənin evini araştıra bilməzdiniz. Hanı qara qutu? Nə çıxdı onun içindən? Niyə adamı danışdırırsınız ki? Çıxdılar bile bütün xərcləri İspəndiyar müəllim özləri. İspəndiyar müəllim 3000 manat pul vermişdi mənə. 100 nəfərin pulunu vermişdi mənə. Yerdə qalan Allah'a and olsun. Bax bu halal nemətə and olsun ki, bərəkətə and olsun ki 34 nəfər də zərif çıxdı oradan. 35 nəfər biri boş çıxdı, 34 nəfər. Pullar oldu. Ümid verirlər, alladılar, sonra olur vətəndaş pis. Burnundan gəlsin. Mənim burnumdan gəlsin, onların burnundan gəlsin. Ortada oynadılar cama, reytingləri olsun bunların. Ama Cemaat Taylan'ın xəbəri olanlar yoxdur. Ay günah diye, Allah sizin özünüzün çəkdiyinizi çəkdirdiniz. Günah da Allah'tan qorxun da. Qorxun da Allah'tan da. Toyuma özüm eləmişəm, dedi soya ölümü demə, Allah köməyimiz olsun. Allah can sağlığı versin. Necə bir mənim ev işim əlli olsun. Təhsil dediniz, 94 bin adıma pul yazdırdınız. Apardınız, əlimi qoydunuz pulun üstünə ki, əlimi qoy pulun üstünə. Deyməsi qoydum. Çıxdım, Nərmanovda, Unibankda. Bir dənə sarı kart verdilər mənə. Amerikada sənin adına pul təsdiqlənməlidir. Beni qoşdurdunuz ki, sən orada efirə deyirsən ki, Davay Hüseyin ev verirəm. Evdə piyaniskan biri, yoldan keçənin biri, alkaşonun biri, psixiatri xəstəxanada qeydiyyatda olanın biri. Niyə bunları mənə söylüyorsunuz camaata? Niyə mənə bir psixik qələmə verirsiniz ki camaata? Niyə mən realları danışmaqla siz də özü mələk kimi göstərirsiniz camaata? Niyə çıxıb demədiniz ki Hüseynə ev verilmədi, Hüseynə təhsil verilmədi, Hüseynə nə bilim pul 94 bin pul adına düzgünlük elə olur. Niye bunu yalandan demiyorsunuz ki? Niye merham söylüyorsunuz ki? Niye de Hüseyin hakkını diye düzünü danışa millete karşı beni çevirirsiniz ki? Günah diye, yetimdi diyene, arkası yoktu diyene, adam yoktu diyene həmişə allatmazsınız, əzməzsiniz onları. Bir gün o Allah da sizi əzəcək. Hakkımı halal etmirəm. Kim ki mənim hisslərimlə onu oynayıb, məni alladıb, məni Deyiriz işe düzeltmişti de seni. Bir il bunu dememişim diyeceğim ama Allah kömək olsun işledim. Bir il 8 ay ben orada qeyri rəsmi işledim. Ben stajıma yazılmadım benim işlediğim. Ben de sabah istedim ki pensiyem oldu, yıkıldım öldüm. Diyeceğim işlememişim, ne pensiya yiyeceğim ben? Kim yiyeceğim? Günah diye Allah'tan korkun Niye beni kınadınız ki? İş vermişler de hazır. Ben hiçbir şeyimi göre işten çıkarılmıyormuşam ben. Andolsun Allah'a özüm çıkmışam. Vicdan. Eğer öyle bir şey olmuşsa fevral ayında bu yılın yanvarında çıkmışam ben. Hele o hemen ayın fevralında çıkararlar beni işten. İndi ben işe girmişəm. Rəsmi işe girmişəm, düz Ramal müəllimi yanında, Xoşönəm xanım sayəsində 550 manatda işləmişəm. Milyonlara özünü şirin göstermək hasant diye. Yalanım, ay, öpürsünüz. Reklam başlayan gibi, salfetka, dezinfeksiya, ne bileyim, muhafaza işleri dökülür. Ayıptır, böyle şov göstermeyin, camaatı anlatmıyor. Taleyle məşğul ol camaatı. Dırğırı mırğırı, yolda keçən cındır mındır getirip orada mələk kimi qələmə verirsiniz. Mömin adam kimi qələmə verirsiniz. Çünkü bunlar insan sevəndirlər. Reklam başı and olsun Allah'a. Kim ağır Kur'an akıma bir devreyle elem ki sprey vururlar. Öyle
belə elədim, Mədəniyyət və İncəsənət Universiteti. Orada aktyorluq da keçirirlər, aktrisalık da keçirirlər, hər bir şey onu keçirirlər. Siz bilirsiniz insanların hisslərlə necə oynamaq lazımdır. Əlbəttə elə olur. Yalanlar şov göstərirlər hamısı orada. Pis gündə adamı niyə gətirib, niyə demir Əkbər yazı cındır kimi tanıtmışsınız cəmaata? Niyə demirsiniz ki, Əkbərin anası özündən yaş balaca oğlana yatır durur, Əkbər ona görə çıxıb anasını imtina eləmək istəyir. Niyə reallarını danışmırsınız ki? Ay şey. Əkbərin cındır, sabah Əkbərin başına iş gələndə getdi biri soxdu öldürdü onu. Kim cavab verəcək ona? Reallar danışında yalanla mənə cındır pis günə təqdim eləmək istəyirsiniz siz. Mən nə qədər sizi maraqladım ki, bəlkə realları danışarlar, bəlkə düzlərini danışarlar. Ayıb Allah'tan qorxun da. Yoxdur Allah bu çünki. Qazandığınız pulla gözünüzü kör eləyir. Niyə cavan oğlanları, qeyrətli namuslu o ailə, mən gelmişəm də İlahagil'in evinə də. Çok gözəl də ailələri var, çok gözəl də mehriban dolanırlar, Quran haqqı. Niyə hər dəfə gətirib cəmaatın orada taleylərlə oynuyorsunuz? Veriliş yaparsınız, günah diye. Sabah biri çıktı Əkbərin yanına, ya Əkbər soxdu öldürdü, ya Əkbəri soxdular öldürdülər. Kim onun cavabını verəcək? Heç kim, hərəsi öz evinin başında alətinə. Kim cavab verir? Yalandan deyirsiz ki, Hüseyin ağladı, pis oldum, akşamda səhərə kimi maraqlanıblar. Mənə maraqlanan olmuşdu. Biz yazdıq da. Mən vaxtında çıxıb gedirdim. Dedim istəmirəm, bu yalancılarla mən yarışma aparmaq istəmirəm. İstəmirəm, qoyun mən çıxım gedim. Allah mıllah, elədiniz gətirdiniz yenə məni caladınız ora. Mən vaxtında çıxıb gedirdim. Uca bilirdim bütün sirləri, bütün şeyləri bilirdim. Mən istəmirdim özümü qurban edeyim cəmaata. Günahdır. Cəmaatın taleylərini oynuyorsunuz. Əziz cəmaatı. Niyə demirsiniz ki, Hüseynə 94.000 manat pul adına yazıldı. Bu 94.000'i yiyəndə bir düdüz ki, aparın bir 400 manat Hüseynə verim. Bugün onkolojide anası da özü də əzab çəkir. Allah şəfasını versin, Allah kömək olsun. Etmə də, mən də yazığım axı, mən də getirməm, mən də sevinirəm, mən də ürəkdən sevinirəm. Mən ancaq internatda sevinmişəm mən. İnternata çıxan olsa mənim sevindiyim kimi olmuyor. Bir də öz toyum günü olur. Toyum günündə sevinmişəm ki, ay Allah, bu qədər adam gəlir. Allah qoysa bir 5.000, 3.000 əlində pul qalar. Gedəlim bir prava alaram. Bir kredidə maşın götürərəm. İşə gedərim, işdən çıxandan sonra gedib taksivatlıq eləyərəm, ailəmi dolandıraram. Bunu da çox gördünüz mənə. Maşinikin piyaniskan birini qoşdurdunuz ki, sən bu rəfər ev verilsin ona. Hanı? Bugünkü gündə də 5 dənə, 3 dənə dalığır, mırğır qoşdurmuşsunuz, oradan buradan mənə hərəsi mənə söydürür ki, gör mən pis adamam. Mən pis adam deyiləm. Ev yarışması niyə qaldı? Düzgündürsə, yaxşıdırsa, 5 nəfər qalmışdı ev yarışmasına. Niyə davam edilmədi ki? Niyə deyirdilər ki, mən bu evə cavab deyəm, amma qara qutuya cavab deyiləm. Qara qutuya cavab deyildirsə, niyə milyonların qarşısında cəmaatı bir-birinə qırdırırsınız, vurdurursunuz bir-birinə? Olursa özünüz yaxşı, biz oluruq pis. Kartım buradadır uşaqlar. Bax bu göy yerdədir kart. Günah deyə vallahi, günahdır, günah. Məni qınamayın. Mən çox peşmanım, gələk. Əkbərə ev verdilər. Dedilər ki, satacaqsan, mən payı götürəcəksən, qalanı da bizimdir. Ha, bizim. Yalandan milyonları aldatmaq nə var ki? 2 saatlıq efirdir. Orada ən pozunu gətirərlər, mələk kimi göstərərlər, mələk gətirərlər, ən açıqlı adam kimi göstərərlər. Ay, Mən bəli bilirdim, amma mənə ümid vermişlər ki, sənin evi düzəldəcək. 3 il mən ayaq döydüm ora. Mən buradan qızım sənədən gəldim sən eşit. Mən verilişlərə çıxmıram ki, kimsənin alkoqolikliyinə, piyaniskalığına, doğmağına mən əl çalım. Mən problemlərimə görə çıxıram, əzizlərim, ürəklərim. keyfimizdən çıxmaq. Günahdır. 90% şov yaradır. Və efir aparanlar 90% şovdur. Da bətsinə yalandan cəmaat tərbiyyədir, axırda ağzımıza sıçıb yola salırlar.
Heç kim hələ heç nə verməyib mənə. Heç kim. Nə versə gözünün qabağında olacaq da. Verilməyən şey necə alır? Hə, verdi. Nə verilib? Heç nə. Əli bəy gözləyirik. Alo, düz söz, buyur, bolu, alo, ucdu, alo. Bu qədər alo yazmışsın, sözlü yaz da. O sessiz atında. Çünkü bir defa yazırsa. Bəli, işləyirəm, Roza. Ayşen biraz bu seninle gelmek istiyorsun. Ay Zeynep, ben niyə görə naşükürəm ki, ay ürəyim? Niyə görə naşükürəm ki? Sözün düzlüğü deyənlər naşükür olur. Niyə məni yalana hamı bilmədi ki, hər şey eləyiblər mənə üçün? Toyumu özüm eləmişim, niyə görə kimsən adı olmalıdır ki orada? Öldüremiyorum. Toydan çıxandan sonra bir nəfər yığdı mənə dedi, ay Hüseyin, kasıb adamsın, yetim adamsan. Bu adam 3000 mana pul verir, bəlkə borcun olar, bəlkə xərcin olar, bəlkə girov qalmısan orada, bəlkə çıxa bilmirsən, bəlkə deyə bilmirsən, nəsə çətin növbəti deyinə, heç olmuşsa ilə bunu deyərdilər. Oo. Yalandan niyə deyirlər ki, mən eləmişim hamısını? Niyə deməyirlər ki, 94 min Hüseyin adı pul yazıldı, onu verən olmadı? Ayıp deyil valla. Ha, bir çoxlar ya, Hüseyin naşükür, Hüseyin çörə itirən deyil. Hələ mən də bildiklərimin 5%'ini danışmışam sizə. Ayıbdır. Mavzi işləyirəm, Aysu. Ayıbdır. Niyə mənə qınıyırsınız ki? Haqlı olur, niyə qınıyırsınız ki? Reytingin qurbanlarısınız. Bravo, bəli. Günahdır, heç onu qazananda bu yetim yetirə də yalana, belə eləyəndən sonra reklam. Bitək. Sadıqqa ver orada. Yalanlar reyting xəttində cəmaata özünüzü şirin göstərməyin. Ayıbdır. Bəsdirin, yetirin, cəmaatı pis günə qoydunuz. PK et pul qazan. Hə, PK elə pullar gəlir ki, yığıb yığışdırmaq olmur rəyim, yığıb yığışdırmaq olmur. Yetimin bəxti yoxdur. Aslan sənə dovşan dedi. Qoy desin də, Aslan mən deyə bilməzək onu. İndi qoşacağım Aslanı bırak. Seninle zengin WhatsApp'ına. Gözləyən görüm. WhatsApp'ına zengin. Yoktu özü. Salam ciddi şey. Salam Aslan, nətərsən axşamın xeyir. Yenə nə olub? Burada mən canlıyam hal-hazırda. Səndən yazırlar. Cüftü tek. Tək. Onda ayrıca tasın şeyi yoktu da. Koş. Hə, asmayam tənhalı. Koş hemen adamı görək. Danışırsan sən ayrı. Yok. Senden de. Sana değil koş. Ben şurayı göstereyim. Aslan kişi değil mi? Onu sünnet ediblər axı. Nə bilim. Aslan canlıda değil axay değerli izleyiciler. Ara vururlar. Aslan səs adı deyəm. Benden ne yazıklar ki? Reşte doldum salamatçılık. Baktık benden ne yazıklar ki? Reşte doldum salamatçılık. Hə, lap yaxşı. Deyirlər rəhmətə gedib. Estağfurullah. Ömrünü uzattılar. Ay bala, sağdır, indi danışıram, səs də atıram ona. Sağdır. Aslan yalanlar nə deyir? Ay, heç şey, danışır, kimlə, səndən danışır, dovşan deyir, nə bilim nə deyir. Etmi belə şey. Ben istemiyorum rahmete geçsin. Ya sen yolcu. Ailən həqiqətən ailən vururlar bir-birinə. Yazıq Aslan. Yazı olmasın. İşte güclədir, nə işiniz var ona?
Ayazan boş vereyim, boş maşinik adamlardır. Sən də dəyərli izləyicilər. Ay Hüseyin, benden məzələnmə qardaşım. Benden məzələnmə. Salamatçıdır şükür Allah. Sen necəsən? Səccad necədir? Ayşət necədir? Salamdır. Aleyküm. Şükür, Hasan yaxşı olasan, Allah can sağ olun. Siz nə edirsiniz, necəsiz? Keyfin əhvalın? Ceyran İşlər xala. nətərdir? Ceyran xala nətərdir? Salam deyin Ceyran xanım. Salamlarımızı çatdır. Ayşənin də mənim də. Səccad da şükür Allah yaxşıdır, yaxşı olasan. Allah sizə də qismət eləsin inşallah. Nurlan yazır. Yo, çıxmayıb da Nurlan. Allah ona da kömək olsun.